Əhsən Qarabağ səfərdə 3-2 qələbə qazandı Benfica qarşısında. 2-0 geriyə düşdü, lakin 3 top vuraraq comeback elədi. Çempionlar Liqasında 3 xal tablosuna yazdırmağı bacardı. Nəzərinizə çatdırım ki, dünya çempionatında Chelsea Benfica ilə həqiqətən də çox çətin oyun oynamışdı. Çətinliklə udmuşdu Benficanı. Həmçinin də Fenerbahçe Benfica'ya bir top belə vura bilməmişdi. Amma Qarabağ nəinki bir oyuna 3 top vurdu və gücünü göstərdi. Sən Qarabağ deyirəm. Yəni hər kəsdə zəhmət olmasa yorumda fikirlərini yazsın. Mən yenə də deyirəm, Qarabağ türk klublarından həqiqətən də çoxundan yaxşı oynayır. Yəni Fenerbahçedən də məncə yaxşı oynayır. Beşiktaşdan da yaxşı oynayır Qarabağ. Yəni bunu həmişə demişəm. Sizin də fikirləriniz önəmlidir. Yorumda hər kəs fikrini bildirsin və videonu partladırıq.